Heç düşündünüzmü, dünyamız bir gün enerjisiz qalsa nə olar? Bəs o zaman günəşə və küləyə necə baxarıq? Günümüzdəki enerji mənbələri tükənir. Ancaq yer üzündə tükənməyən təmiz və əlçatan enerji mənbələri var. Bu videoda onların necə işlədiyini və gələcəyimizi necə dəyişə biləcəyini öyrənəcəyik. Qalın, bu sadəcə enerji deyil, bu gələcəyimizdir. Təsəvvür edin, evinizi isitmək üçün kömür əvəzinə günəşdən istifadə edirsiniz. Və ya telefonunuzu küləyin gücü ilə doldurursunuz. Ənənəvi yanacaqlar atmosferi çirkləndirir, iqlim dəyişikliyinə səbəb olur. Lakin alternativ enerjilər, günəş, külək, su, geotermal, biokütlə təbiətdən gəlir, təmizdir və tükənməzdir. Günəş panelləri günəş işığını elektrikə çevirir, külək turbinləri küləyin gücünü. Araşdırmalar göstərir ki, 2050-ci ilə qədər dünyanın enerjisinin böyük hissəsi bərpa olunan mənbələrdən gələ bilər. Bu, həm planetimiz, həm də cibimiz üçün inanılmaz qazancdır. Beləliklə, alternativ enerji sadəcə bir seçim yox, zərurətdir. O, planetimizi qoruyur, iqtisadiyyatımıza yeni imkanlar açır və gələcək nəsillər üçün təmiz dünya vəd edir. Daha çox öyrənmək üçün bu videoya baxın.